Ya Allah. Ya Allah. Allah sizə rəhmət eləsin. Nə qədər çətin də olsa, konsertin də adını belə anacan, sən adınla elədim, Nailə xanım. İnanmazdım ki, bax, mahnının da adı elədi. Gör ha, necə yazıb girmirsən ki, inanmazdım ki, mənə oğul deyən adam, ana dediyim adam indi gətirib sənin konsertdə yox, sən mənə konsertdə gül verməliydin, mən sənə gül verirəm. Özü sevdiyi o çift gülləri gətirmişsən, onun üçün şeyləri. Ən sevdiyi güllərdəndir. Ruhları şad olsun inşallah. Değerli bəstəkarlarımız, əməkdarın sənət xadimi, Hikmət Mirməmmədli, Nailə Mirməmmədli, cavan balaları. Bəli, bəli, mən bunu demək, onsuz da mən bura üzr istəyirəm. Gətirib molla da gətirsəm, indi burada Yasin oxutursa, vallahi ölüyə aid deyil Yasin. İstəmirəm bunu şişirdim. Burada onsuz da heç kim yoxdur. Onlar o birisi dünyadadır. İnşallah ki, mən də ora gedəcəm. Hamısı ora, tək ora gedə bilək. Dönüş yolumuz oradır. Dönüş yolumuz oradır. Başa, sadəcə olaraq ürəyimdə bir, necə deyərlər, ürəyimin o yarasını da elə bir ki, bir balaca sakitləşdirmək üçün insan gəlir ki, gələndə bu anı görürsən, bu şəkili görürsən, biraz adama belə qəribə toxtaqlıq gəlir. Mənə toxtaqlıq gəldi ömrümdə. İndi gəldim, biraz rahatlaşdım ki, konsertə yaxın bir gün qalıb, birdən yadımdan çıxartdı, bunu özümə bağışlaya bilməzdim Şahin. Yəni mən gəldim, Allah yəni rəhmət eləsin. Ruhları şad olsun inşallah.